Turan ideyasının müəllifi Macar Uembere'dir, Yahudi əsilli Macardır. Turan ideyasını niye ortaya atmıştılar? Avropa siyasi dairələri. Ona görə atmışdılar ki, həm Osmanlı, həm Rusiya imperiyası çöktürülsün, milli zəmində Türklər gücləndirilsin. Çünki Türklərin hərbi, intellektual, dövlət qurmaq gücünü Türklərdən çox Avropalılar bilirdi. Bəli. Sultan Səlimdən sonra Türkiyədə, Osmanlı imperiyasında, bugünkü Türkiyədə Türk kimliyi, etnik kimlik 0 dərəcəsinə indirildi və Türk ən çox əziyyət çəkən millət idi Osmanlı imperiyasında. Rusiya imperiyasında sizə demək artıqdır. Çünki Azərbaycan təşkilatlanması, bizim dövlət şuurumuz 2 illik Cumhuriyyət dönəmində təşkilatlandı, formalaşdı. Həmən o Turan ideyasının yetişdirdiyi gənc türklər 1908-ci ildə xatırlayırsınız, Türkiyədə siyasi arenaya gəldilər. Təlat Paşa, Ənvər Paşa və Bakını xilas etmiş Nuru Paşanın qardaşı Ənvər Paşa və bu gənc türklər tamamilə fərqli, Osmanlı imperiyasına fərqli bir düşüncə tərzi sərgiləyirdilər. Və təbii ki, o qol difai şəklində Əhməd Ağaoğlu'nun, Əli Bəy Hüseynzadənin, Qasprinskinin, Bəkir Çobanzadənin və digərlərinin, məsələ Tinistanovun Qırğızistanda, Qazaxstanda Alaş Partiyası yaradılmışdı və bu Alaş Partiyasının rəhbəri Baytursun idi, Stalinin şəxsi düşməni idi və onun 37-ci ildə repressiyaya uğratdı. Çox böyük bir figurdur Baytursun, onun üzərində biraz